o bir üzdən İraq vardı, bir adını çəkməyim. Bax o nəsə bir hardansa çıxır və Azərbaycan qızları qırırlar özlərini onunla şəkil çəkdirməkdən ötürü. Sən qadınsan, sən qızsan və işlərində hicablı, nə bilim, örtülü xanımlarımız da var idi. Bu iyrəncdir. Və bunu bizə kim məcbur edir ki, biz belə olaq? Niyə? Niyə bu üzdən İraqlar bugün gündəmdədir? Bunu kim, hardan idarə eləyir? Necə idarə eləyir? Yaxşı, məni niyə idarə eləyə bilmirlər ki, mən o üzdən İraqları görəcəyim, onların yanında durum şəkil çəkdim. Çünki ləyaqət önəmlidir. Ailədən gələn tərbiyə, Rusun bir sözü var, struna. Məğzi önəmlidir, şəxsiyyət məğzi var. Və bugün həmin o üzdən İraqlar sizin dediyiniz at oynadırlar. Çünki bunlar hardansa maliyyələşirlər, hardansa bunları arxa duran, dayaq duran, bunları gətirib adam sayan var, bunları adam eləyən var. Mən fikir verirəm, rəylərdə onu söyən insanlar daha sonra onun canlısını ona hədiyyə atırlar. Bəli. Milyona yaxın insanlar baxır onların canlısına. Üzr istəyirəm, mən biraz kör-kobud adamam. Tüpürürlər stəkan içinə, sonra da onu içirlər. Niyə? Necə olur bu? Necə olur bu? Bayaq dediyim şəxsiyyətsizlik budur. O dünənləri bir gözəl bir söz dedi ki, kimlərinsə şəxsiyyət vəsiqəsi falan dedim, o cür insanlar. Dedim, ümumiyyətlə gəlin şəxsiyyət vəsiqəsinin adını dəyişək. Çünki şəxsiyyət vəsiqəsi şəxsiyyətdə olar. Elə insanlar var ki, onlar şəxsiyyət deyirlər. Ona niyə şəxsiyyət vəsiqəsi? Türkiyədə çox gözəl bir söz var. Kimlik. Kimlik kartı. Elə insanların kimlik kartı ola bilər. Onların şəxsiyyət vəsiqəsi ola bilməz. Şəxsiyyət böyük sözdür. Hər yoldan ötən gələcəkdə şəxsiyyət ola bilməz ki, onun vəsiqəsi də olsun. Mümkündür. Amma Allah Taala hər bir yaratdığını şəxsiyyət potensialında yaradır. Səndən şəxsiyyət olmursa, deməli sənin dədəndə bu olmayıb. Dədəndən ananın bətninə bu keçməyib, ananın bətnindən bu dünyaya bu şəxsiyyət gəlməyib. Amma Allah Taala hər kəs o potensialı verib. Sən şəxsiyyət ola bilmirsənsə, günah sənin özündədir, ailəndədir. Onu cəmiyyətdə axtarma. Və sən şəxsiyyətsizliyindən təəssüflər olsun ki, cəmiyyəti də şəxsiyyətsizləşdirirsən.